Boeing şirkəti Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri üçün yeni 6-cı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb. Qırıcının ilk uçuşunun 2028-ci ilə planlaşdırıldığı bildirilir. İlk prototipin istehsalına Boeing'in mart ayında müsabiqədə qalib gəldiyini elan etməsindən cəmi bir neçə ay sonra başlanıb. ABŞ Hərbi Hava Qüvvələri hər birinin qiyməti 300 milyon dollardan çox olan bu təyyarələrdən ən azı 185-ini almaq niyyətindədir. Maraqlıdır. 6-cı nəsil hərbi təyyarənin ABŞ Silahlı Qüvvələri tərkibinə daxil edilməsi mövcud hərbi və siyasi gərginliklər fonunda qüvvələr balansını ABŞ üçün necə dəyişəcək? Eyni zamanda sözü gedən qırıcıların hansı üstünlükləri var? Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov bu sualları Today Press TV üçün cavablandırıb. O bildirib ki, Boeing şirkətinin ABŞ Hərbi Hava Qüvvələri üçün hazırladığı F-47 proqramı ilə bağlı açıq məlumatlar məhduddur və təyyarənin dizaynı, eləcə də taktiki, texniki göstəriciləri təhlükəsizlik səbəbilə məxfi saxlanılır. Buna görə də detallara çıxışın məhdud olması tam başa düşüləndir. Stat. Rəsmi açıqlamalardan məlum olur ki, F-47 təxminən 1852 kilometr döyüş əməliyyatı məsafəsinə sahib olacaq. Bu, yeni nəsil qırıcıların 5-ci nəsildən 6-cı nəslə keçidin əsas xüsusiyyətlərindən biri olaraq əməliyyat radiusunun artırılması tendensiyasını davam etdirir. Üstəlik, bəzi mənbələr bu artımın təxminən 25% səviyyəsində ola biləcəyini göstərir. Statın sonu. Ekspert əlavə edib ki, belə proqramların məxfiliyi pilotsuz uçuş aparatları, kosmik inteqrasiya və digər yüksək texnoloji sistemlərlə bağlı strateji üstünlüklərin qorunması üçün vacibdir. Stat. Ölkələr öz hava hücumundan müdafiə və kosmik qüvvələrini gücləndirmək üçün bu cür layihələrə investisiya qoyurlar. F-47 layihəsinin detal və dizaynının gizli saxlanması da məhz bu səbəbdəndir. Statın sonu. O vurğulayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi F-47-nin bir sıra taktiki üstünlüklərə malik olduğunu açıqlayıb və bu üstünlüklərin Amerika ordusuna gələcək əməliyyatlarda yardım edəcəyi gözlənilir. Stat. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlar məhdud olduğundan texniki dəqiqliyi təsdiq edilmiş parametr sayına əsaslanmaq lazımdır. Buna baxmayaraq, ümumi strategiya aydındır. 6-cı nəsil qırıcılar hava kosmik əməkdaşlığı, uzun məsafəli döyüş imkanlarını və avtonom insan köməkçi sistemlərin inteqrasiyasını gücləndirəcək. Statın sonu. Polkovnik əlavə edib ki, hərbi ekspertlər və analitiklər rəsmi açıqlamalarla yanaşı proqramın gələcək təqdimatlarına və texniki sənədlərinə diqqətlə baxmalı, dünyadakı oxşar inkişafları müqayisəli təhlil etməlidirlər. F-47 proqramı məxfi saxlanılsa da, onun strateji məqsədləri və mümkün əməliyyat qabiliyyətləri ABŞ-nin gələcək hava əməliyyatlarında əhəmiyyətli rol oynaya bilər. Nicat Osman, Namiq Abbasov, Today Press TV.